Azərbaycan Dövlət İqtisad Universitetində elm festivalı keçirilib. Festivalda Elm və Təhsil Naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli və ölkənin tanınmış alimləri iştirak ediblər. Elm festivalının açılışında çıxış edən İqtisad Universitetinin rektoru Professor Ədalət Muradov tədbirin ölkə prezidentinin sərəncamı ilə hər il qeyd olunan elm gününə həsr olunduğunu bildirib. Rəsmi hissədən sonra iştirakçılar gələcəyin alimləri və mühəndisləri adlı kreativ sərgi ilə tanış olublar. Bugün bu kağızlarda gördüğünüz kimi heç bir şey görünmür, amma burada fenaftalin normalda neytral mühitdədir deyə görünmür, amma qələbi ilə reaksiyaya girdikdə qırmızı rəngi alır. Əvvəlcə 2 kolba götürürük, birinə kalium yod məhlulu, sabun məhlulu əlavə edib həll edirik. Daha sonra hidrogen peroksid tökürük. Belə bir dekorativ qab hazırlamışıq. Gül qabı kimi istifadəyə uyğundur. Tərkibində Azərbaycanın bir sıra rayonlarında çıxan vulkan yataqlarından əldə olunmuş gil xarakterli palçıqdan əldə etmişik. Biz burada beton sərgiliyirik. Bu betonlar məsəl üçün plastikotollu, kantonlu və şüşə lifli betonlardır. Plastikotollu betonlar əsasən elastikliyi daha çox, normal betondan daha çox olur. Biz bu il keçirilmiş hətta Yaşıl Saf 2024-dən 2 məktəbimiz olaraq 2 komanda getmişdik. 2 komandada biri Kupsat kateqoriyasından, digəri isə Ekokoding kateqoriyasından. Kupsat kateqoriyasından Azərbaycan belə rayonları arasında bürünc medal, ancaq Ekokodingdə isə 19 ölkə içində ikincilik götürdük. Qeyd edək ki, elm festivalı aprelin 10-na kimi davam edəcək.